Deməli, B təpə nöqtəsindən AC-yə çəkilən hündürlük, yəni AC-yə çəkilən hündürlük olur BC. Bir dənə qalır C təpəsindən AB-yə çəkilən hündürlük, o da olur CH. AB-yə çəkilən hündürlük də CH-dır. Yəni, düzbucaqlı üçbucağın iki hündürlüyü elə katetlərin üzərində yerləşdiyi üçün katetlərin biri digərinə endirilmiş hündürlük sayılır. Ona görə də düzbucaqlı üçbucağın hündürlüklərinin kəsişmə nöqtəsi olur onun təpə nöqtəsində, düzbucaq təpə nöqtəsində özü də. Bərabər tərəfli üçbucaqda hündürlüklərin kəsişmə nöqtəsi düşür, bərabər tərəf dedim, ikibucaqlı üçbucaqda hündürlüklərin kəsişmə nöqtəsi düşür üçbucağın daxilinə. Körbucaqlı üçbucaqlarda isə kör bucaq əmələ gətirən tərəfə hündürlük çəkdikdə biz həmin tərəfə yox, o tərəfin uzantısına hündürlük endirməli oluruq. Yəni, məsələn, biz A təpəsindən BC-yə hündürlük çəkmək üçün onu AC-nin uzantısına indiririk və yaxud da B təpəsindən AC-yə çəkəndə bunu bura indiririk. Bir dənə qaldı C-dən AB-yə çəkdiyimiz hündürlük, bura M deyək, bu N-dir və görürük ki, bu üç hündürlüyün uzantısı üçbucağın xaricində bir nöqtədə kəsişir. Yəni, bunları bilməliyik. Çünki məsələ ola bilər ki, üçbucağın növünü bizə bildirmək üçün ona deyə bilər ki, məsələn, üçbucağın hündürlükləri onun daxilində kəsişir. Biz artıq başa düşməliyik ki, bu ikibucaqlı üçbucaqdır. İndi burada 62-ci sualın cavabında da düzbucaqlı üçbucağın hündürlükləri hansı nöqtədə kəsişir? Düzbucaq təpəsində, yəni E bəndi olur sualın cavabı. Sonra ötürməyin, kim nə yaza bilməyib soruşsun. 66. 66. Pifagor teoremi bilmirsən. Nədir Pifagor teoremi? Yox, niyə bu niyə deyə bilmir ki? Necə? Katetlərin kvadratını hipotenuza bərabər edirik. Bunu Pifagordan sonra sən demişsən. Təriflə sözdən yaxşı yazı nə qədər yazsan ki? Nətər tapırsan? Toplayan sonra insan ki. Yəni, hipotenuzun kvadratı katetlərin kvadratları cəminə bərabərdir də. Hipotenuz bərabər deyil. Söz nə deyə bilmirəm? Niyə söz nə deyə bilmirsən ki? Deyir ki, düzbucaqlı üçbucaqda hipotenuzun kvadratı katetlərin kvadratlarının cəminə bərabərdir. Sənə deyir, hipotenuz 29-dur. Katetlərindən biri 20-dir, o biri kateti. Sənə gələ 2 kateti versin ki, sonra Pifagoru biləsən, hipotenuz tapasan. Ya bir kateti verəcək, hipotenuzu verəcək, ya da 2 kateti verəcək. Yəni, x-in kvadratı üstə gəl 20-nin kvadratı 29-un kvadratıdır. X kvadrat üstə gəl 400 bərabərdir 841. X kvadratı bərabərdir 841 minus 400. Yəni, x kvadratı 441 olduğu üçün x 21'dir. Neydi burada problemin? Yazmamışsan səhvdir. Ne yazmışsan ki? Həll var, baxın görək nə eləmişsən orada. Ne eləmişsən? 29'un kvadratı, 20'nin kvadratı da kəşf edildi, 9'un kvadratı qalır. Bu yeni qaydadır. Kvadratlarla köklər gedib. Qalıb 29'dan 20, sonra da 29'dan 20 çıxıb 9 yazıbdır. 9 da cavabda oluyub, ne atmırsan yanına? Demişsə 1 yazın. Bu ne tür hesablanmadır? Yani Şahin. Sonra 80'e kadar sual olan zəhmət olmasın. 69, 71. 69'da deyil ki. Furqan, qaydaları düzgün öyrənmirsən. Deyir ki, düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilən hündürlük hipotenuzu 2 və 8 cm hissələrə bölür. Qayda var ki, bu hündürlüyün kvadratı o iki hissənin hasilinə bərabərdir. Deməli, hündürlük 4'dür. Bunlara MN demişdik. Bu hissələrə katetlərin hipotenuz üzərindəki proyeksiyası deyirlər. Sözlə də bilməlisiniz bunu. 71.
Hipotenuzu 36 olan düzbucaqlı üçbucağın hipotenuzu çəkmiş medianı tap. Sən deyirsən 71. Sən 70 deyirsən. Katetləri 6 və 8 olan düzbucaqlı üçbucağın hipotenuza çəkilmiş hündürlüyünü tapın. Bax, hay bala. Qaydalar izah eləmişəm, öyrənməlisiniz. Deyilir ki, düzbucaqlı üçbucağın düz bucaq təpəsindən hipotenuza endirilmiş hündürlük A vur B bölünsün C düsturu ilə tapılır. Bilirsən də bunu. Yaxşı, nəyi bilmirsən? Hə, Məhəmməd, nəyi bilmirsən? Deyir, katetləri 6 və 8-dir. Yəni, A ilə B-ni verib. 6 ilə 8. Sənin əlində bu düsturu tətbiq eləmək üçün hipotenuz yoxdur. Hipotenuzu haradan taparsan? Pifagor teoremindən. Yazarsan, S-nin kvadratı bərabərdir. 6-nın kvadratı üstə gəl 8-in kvadratı. 36 üstə gəl 64, 100. S oldu 10. Düzdürmü? İndi hündürlüyün də düsturu odur ki, A vur B böl C. Yəni 6 vur 8 böl 10 edir 4 onda 8. Düzbucaqlı üçbucaqda hipotenuza çəkilən hündürlük bu düsturla hesablanır. Başqa yolun yoxdur. Bu da sahədən gəlib çıxır. Amma bizə ehtiyac yoxdur. Düstur kimi bu tətbiq edilir. 71. Afərin. Düzbucaqlı üçbucaqda düz bucaq təpəsindən hipotenuza çəkilmiş median hipotenuzun yarısına bərabərdir deyə bir qayda var. İzah eləmişəm, yazıb vermişəm əndəki, get bunu oxu. Kitab yazıb qoyub ki, oxu, ay qafar, oxu. Düz bucaqlı üçbucağın düz bucaq təpəsindən hipotenuza çəkilən median hipotenuzun yarısına bərabərdir. Bu ancaq düz bucaqlı üçbucaqda düz bucaq təpəsindən çəkilən mediana aiddir. Başqa heç bir üçbucağın heç bir medianı tərəfin yarısına bərabər deyil. Median sadəcə tərəfi yarı bölür. Sadəcə və sadəcə düzbucaqlı üçbucaqda hipotenuza çəkilən median hipotenuzun yarısıdır. Yəni bunun hipotenuzu 36-dırsa, bura 18 bölünür. Bu normal işdir. Median işi tərəfi bölməkdir yarıya. Burada önemli olan bu medianın uzunluğunun hipotenuzun yarısı olduğunu anlamaqdır. Aydın olunur. Bildin. Sonra. Buyurun. 79'a kadar sual olan. 78. Katetləri 5 və 12 olan düzbucaqlı üçbucağın tərəflərinin orta nöqtələrini birləşdirməklə alınan fiqurun perimetri. Deməli, üçbucağın tərəflərinin orta nöqtələrini birləşdirəndə biz nəyi çəkmiş oluruq? Orta xətləri. Üçbucağın tərəflərinin orta nöqtələrini birləşdiririksə, Əli, sən idin sual verin. Üçbucağın tərəflərinin orta nöqtələrini birləşdirən parçaların adı orta xəttir. Təbii ki, biz orta xətləri birləşdirdiyimiz zaman üçbucaq alacağıq. Və demişdik ki, o üçbucağın perimetri böyük üçbucağın perimetrinin yarısıdır. Çünki belə də eləyə bilərik, fərqi yoxdur. Bax, bu YF AC-yə paralel olduğu üçün YF AC-nin yarısıdır. Yəni 5'in yarısı oldu 2,5. Düzdürmü? DY BS'ye paralel olan orta xətt olduğu üçün DY BS'nin yarısıdır. Yəni 12'nin yarısı 6'dır. Qaldı ki bizim AB tərəfini tapmağa ki biz başa düşürük ki Pifagor teoreminə görə 5'in kvadratı və 12'nin kvadratını toplayanda bura 13 eləyibdir. Onda bu DF də həmin tərəfin yarısına, yəni AB'nin yarısı olan 6,5'e bərabərdir. Yəni biz 6'nı, 2,5'i və 6,5'i toplayaraq orta xətlərin əmələ gətirdiyi üçbucağın perimetrini hesablamalıyıq. Ya da bu işləri görmək yerinə hipotenuzu tapırdıq 13. Bu üçbucağın perimetrini, yəni 12, 5, 13'ü toplayırdıq, eləyirdi. Neçə? 30. Bölürdük 2'ye, alırdıq 15. Çünki başa düşürük ki, orta xətlər tərəflərin yarısına bərabər olduğu üçün DYF üçbucağının perimetri ABC üçbucağının perimetrinin yarısıdır. Bu bütün üçbucaqlara aiddir. Tək düzbucaqlı üçbucağa yox. Yəni elə bir fikir formalaşmasın ki, ancaq düzbucaqlı üçbucağa aiddir bu dediklərimiz. Sonra 79. Deməli, 79'da deyir ki, üçbucağın hündürlükləri onun təpə nöqtələrindən birində kəsişir. Bu artıq sizə bir işarədir ki, bu hansı üçbucaqdır?
Düzbucaqlı üçbucaq. Çünki başqa heç bir üçbucağın hündürlükləri təpə nöqtədə kəsişə bilməz. Deməli, bizim əlimizdə bir düzbucaqlı üçbucaq var. Üçbucağın böyük tərəfinə çəkilmiş median. Düzbucaqlı üçbucağın böyük tərəfi haradır? Hipotenuz. Hipotenuza çəkilən median 8,5-dirsə, bunun hipotenuzu neçədir? 17-dir. Kiçik tərəfi 8-dir. Deyir, perimetri tap. Biz o biri tərəfi bilmirik, yəni o biri kateti. Pifagor teoremindən istifadə edərək birinci digər kateti tapmalıyıq. Yəni 64 plus x kvadratı 289 olduğu üçün 289-dan 64 çıxdıq 225 etdi 15. Ondan sonra da perimetrini tapmaq üçün 8-i, 15-i və 17-ni toplayırıq. 23 üstəgəl 17 etdi 40. Yəni biz nəyi bilməliydik? Üçbucağın hündürlükləri təpə nöqtədə kəsişirsə bu düzbucaqlı üçbucaqdır bilməliydik. Düzbucaqlı üçbucaqda hipotenuz ən böyük tərəfdir və hipotenuza çəkilən median hipotenuzun yarısına bərabərdir. Bax, bunları bilməliyik. Bir məsələdə bir neçə şeyi bilməliyik ki, biz nəsə eləyək. Hı. 77. Yaz, sən yaz. İti bucaqlarından biri 25 olan düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilən median və tənbölən arasında qalan bucaq. Median və tənbölən arasında qalan bucaq iti bucaqların fərqinin yarısına bərabərdir. Əgər bunun iti bucaqlarından biri 25-dirsə, məlum məsələdir ki, digər iti bucağımız neçədir? 65-dir. Bunların fərqi 65 ilə 25-in fərqi 40, yarısı 20. Bunu düstursuz da eləyə bilərik. Göstərim. Yazı qutardı. Yəni, düstur bunlar üçün o qaydalar vacib deyil. Bilsək, lap yaxşıdır. Qapalı sualları tez bazar həll edib gedirik. Tutaq ki, ətraflı həll olan bir sual olsa da şəkil çəkib özünüz tapmağı bacarmalısınız. Baxın. Tutaq ki, bizə deyir ki, düzbucaqlı üçbucağın iti bucaqlarına biri 25-dir. Bu öz yerində. Düz bucaq təpəsindən çəkilən median və tənbölən arasında qalan bucaq. Tənbölən bucağı yarı bölür. Bax, biz bunun tənbölənini çəkdik. Başa düşdük ki, tənbölən çəkdiyimiz üçün bura 45-45 bölündü. Median da orada hipotenuzun ortasına çəkdim. Qoy tənböləni biraz yuxarı çəkim. Medianı çəkəndə biz bilirik ki, bu SM, AM və MB bir-birinə bərabər olur. Çünki median hipotenuzu yarı bölür özdə. Ona SM ilə AM bir-birinə bərabərsə, bu oldu bərabər yanlı üçbucaq, bura oldu 25. Onda bu hissəni tapmaq üçün də 45-dən 25-i çıxdıq, qaldı 20. Vəssalam. Sonra 80, 81, 88. Deməli 80-də deyir ki, düzbucaqlı üçbucağın iti bucağından çəkilən tənböləni düzbucaqlı üçbucağın iti bucağından çəkilən tənböləni, bax bu tənböləndir, qarşı kateti 3 və 5 santimetrlik hissələrə bölür. Üçbucağın perimetrini tapın. Tənbölənin xassəsini yada salaq. Üçbucağın tənböləni qarşı tərəfi qalan iki tərəflə mütənasib hissələrə bölür. İndi AB-nin AC-yə olan nisbəti nə olmalıdır? AB-nin AC-yə yazdığım üçün 5-in 3-ə. AB-nin AC-yə 5-in 3-ədir. Onda bura 5K-dır, bura 3K-dır. Bunun uzunluğu 8-dir. Aydında niyə yazdığımız? Tənbölənin xassəsinə görə əlimizdə tənbölən varsa, xassəni yadımıza salırıq ki, AB-nin AC-yə, BD-nin CD-yə olan nisbətinə bərabər olmalıdır. Buna tənbölənin xassəsi demişik. Pifagor teoremi edirik, məsələni yekunlaşdırırıq. Hipotenuzumuz 5K-dır. Hipotenuzun kvadratı, bir katetimiz 3K-dır, digər katetimiz 8-dir. 25K kvadratı bərabərdir. 9K kvadrat üstəgəl 64. 16K'nın kvadratı 64'dür. K'nın kvadratı 4'dür. K 2'dir. K 2'dirsə bu katet 3 dəvə 2'dən 6'dır. Bu hipotenuz da 5 dəvə 2'dən 10'dur. Aydın olur niyə yazdığımız? Bizdən nə istəyirdi? Perimetri. Məlum oldu ki bunun bir kateti 6, onsuz da birini vermişdilər 8, hipotenuzu da 10'dur. Yəni perimetr oldu 24. Yəni sualı işləmək üçün tənbölənin xassəsini bilməliydik. Bir də Pifagor teoremini. Sonra nə deyirdiniz? 81.
Bu sualı işləmək üçün bala biz nə bilməliyik? Pifaqor teoremi bilməliyik. Prosto birbaşa Pifaqor teoreminin burada sən tapmalısan, 2 dəfə eləyərsən. Yəni bir dəfə ilə həll olunacaq sual deyil. 2 dəfə Pifaqor teoremi eləyərsən. Qoy lap adlandıraq üçbucağı ki, nədən nəyi tapdığımızı da görərsən. Adlandıraq bunu. A, B, C, burada deyək D. Bax, buranı verib sənə 12. Buranı verib 20. Buranı 11, buranı bilmirik, bura x. Birinci üçbucaq A, B, C-yə baxırsan. A, B, C bir düzbucaqlı üçbucaqdır. Sən BC-ni bilmirsən, amma kateti və hipotenuzu bildiyin üçün BC katetini tapa bilərsən. Yəni 12-nin kvadratı ilə BC-nin kvadratını toplayanda 20-nin kvadratı eləməlidir. Düzdür? Yəni 144 üstəgəl BC-nin kvadratı 400-dürsə, BC-nin kvadratını tapmaq üçün 400-dən 144-ü çıxdın 256, BC oldu 16. Razısan bura qədər? Əgər BC-nin uzunluğu 16-dırsa, CD-nin uzunluğu 16-dan 11-i çıxaraq 5 tapdın. 11 hara yazıb? Bax, özdə şəklinin iç tərəfinə yazıb ki, qarışıq düşməsin. Özdə 11, 12, 20 deyə bir Pifaqor teoreminin üçbucaqları ola bilməz. İndi davamı var. Necə? Bəyəfəndi, BC-ni 16 tapdım. Tapdım, bax. Bütün parça 16-dır. O parçanın bir hissəsi 11-dirsə, qalan hissəsi neçədir? Yazdım ki, 16 çıx 11. Niyə 16-dan 11 çıxdım? Çünki BC 16-dır, CD 11-dir. Aydın oldu mu? İndi bir də bu üçbucağa Pifaqor teoremi eləyirəm. Çünki o da yenə bir düzbucaqlı üçbucaqdır. Yazıram ki, burasını silirəm. Üçbucaq ACD-dən X bunun hipotenuzudur. X-in kvadratı bərabər olmalıdır 5-in və 12-nin kvadratlarının cəminə. Yəni X kvadratı bərabərdir 25 üstəgəl 144, 169, X də etdi 13. 2 dəfə Pifaqor teoremi eləyərək məsələni həll etməliydik. Sonra 88, yox 84 yəni oldu deyəsən. Sən neçə? Sən o. Bəli. Necə? Yazmaq olardı. Elə CD-ni tapaq, birinci BC-ni tapaq, sonra çıxaq da. Niyə özümüzü çətinə salıb muxtasar mastur açırıq ki? Olar. Gelib çıxacaq kvadrat tənliyə. Bizim nəyimizə lazımdır özümüzü işə salırıq ki? Elə hipotenuz var, katet var, bu kateti tapırıq, çıxırıq, qalan hissələrdə təzədən bir də rahatlıqla Pifaqor eləyirik. 82 də bunun kimidir. 82-də də birinci BC 20 olduğu üçün 17 eləyir. Gələn dəfə gərək mən ədlərin kvadratlarını soruşum sizdən. 84 deyən var idi deyəsən. Bəli. Muxtasar 3 deyən var. Kimdə o 3 deyən? Sən 3 deyən. Düzbucaqlı üçbucaqda 30 dərəcəli bucaq qarşısında duran katet, onda deməli 30-un qabağında duran x, 3x minus 5-in yarısıdır. Hər tərəfi 2-yə vuraraq kəsirdən azad etdin. X-ləri keçirdin bir tərəfə, mənfi x, mənfi 5, x bərabər müsbət 5. Sən edir x-i tap. Nədir problemimiz? Qayda öyrənməmək. 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun yarısına bərabərdir. Anlayıb tətbiq eləmək lazımdır. 84. 84-ü yazmaq üçün bir balaca muxtasar masturundan xəbərdar olmalıyıq. İstər-istəməz veriblər. Burada Pifaqor teoreminə görə x plus 2-nin kvadratı və x plus 4-ün kvadratının cəmi x plus 6-nın kvadratına bərabərdir. A plus B-nin kvadratının açılışını bilirsən? A isə onda olur x-in kvadratı, x-in 2-yə hasilinin 2 misli 4x üstəgəl 4. X-in kvadratı, x-in 4-ə hasilinin 2 misli 8x üstəgəl 16. X kvadratı üstəgəl 12x üstəgəl 36. X kvadratlarının biri islah gedəcək. Bu tərəfə gələndə gedir. X kvadratı 4x üstə 8 gəldin. 12, 12-dən də 12-ni çıxdın, x qalmadı. X-lər də getdilər. Düzdür mü? Sonra gəldik.
4 ilə 16 20 eləyir. Keçirdik 20-ni 36-nın yanına qaldı 16. X də elədi 4. İndi X 4 olduğuna görə bu üçbucağın tərəfləri hərəsinin üstünə o 4'ü qoyub gələndə 6, 8, 10 olur. Bunun da perimetri olur neçə? 24. Aydın oldu mu? Sənə burada nə öyrətməyə çalışıram? Cavabla necə taparıq? Sonra 88, 85. Deməli, ABC düzbucaqlı üçbucağında, daha doğrusu düzbucaqlı üçbucaq deyil, ABC üçbucağında deyir. Görək nə baş verir. ABC üçbucağında ABC AH BC'ye perpendikulardır. Yəni BC'ye endirilmiş hündürlük olmuş olur. BH 2'dir. AB 5'dir. AC 5 kök 3'dür. Nə istəyir? CH. 2 dəfə Pifaqor teoremi. Bəli. Necə eləyək? A 5'dir, nədir? Başa düşmürəm. A nə tərəf 5'dir? A nədir? Tərəfdir, təpədir, nədir? Yox. Düzbucaqlı üçbucaq olduğunu hardan görürsən? Mənə də göstər, mən də bilim. Haradadır burada düzbucaqlı üçbucaq? Mən görə bilmirəm biraz. Kimdə? Aha, 2 dənə düzbucaqlı üçbucaq olur. Ortadan bölünməyib. Ortadan bölündüyünü deyə bilmərəm. Çünki bərabər yanlı deyil. Sadəcə hündürlük endirilibsə, bir tərəfə 90 yazanda qonşusu da 90'dır. Bəli, 2 dənə düzbucaqlı üçbucaq var. Birinci, üçbucaq ABH-dan AH-ı tapırsan. Yəni bu katet. Buna x deyək. Yazırıq 2'nin kvadratı üstə gəl x'in kvadratı bərabər 5'in kvadratı. 4 üstə gəl x kvadratı 25'dirsə x'in kvadratı 21'dir. X də kök altı 21'dir. Amma eləmirəm. İndi bir dəfə də bu üçbucaqdan Pifaqor eləyirsən. Üçbucaq ASH-dan. Burada bir elə CH deyək də. Biz başa düşürük ki, AC-nin kvadratı AH-ın kvadratı ilə CH-ın kvadratlarının cəmidir. Bizim əlimizdə AC var, 5 kök 3'dür. 5 kök 3'ün kvadratı bərabərdir. AH da var, x demişdim, tapmışdım ki, kvadratı 21'dir. Qaldı bir dənə CH. Bu 5 kök 3'ün kvadratı x-dən 25 edir. 25 dedim, 25 vur 3, 75 edir demək istəyirdim. Onda belə çıxır ki, CH-ın kvadratı 64'dür, CH da 8'dir. Mən səninlə razı. Alınan tərəfdən sonra həqiqətən də bunun düzbucaqlı üçbucaq olduğunu deyə bilərikmiş. Burada 54 olsa deyə bilmirmişik. Bu 9 vur 6'dır. 9 vur 6'da 3 kök altda 6'dır. Değilmiş. Düzbucaq üçbucaq değilmiş. Mən dedim, nə yaş sən uzaq görən olmuşsan, amma değilmiş. Və nətər tapmışdın sən? Nə almış cavab? Bilirsən, 8 deyil axı cavab. Səhv yoxlamısan. Səhv yoxlamısan. 8 olmadı. Mən də səhv hesabladım deyə 3 kök altda 6 oldu. Mən elə bildim, sən düz yoxlamısan. 8 tapsan, mən də heç fikir verməyib gedirdim az qala. Sonra 88. Ay Qafar, bunu yaza bilməyən uşaq o deməkdir ki, mənim etdiyim izahlara, nə bilim, qaydalara, düsturlara baxmayıbdır. Sadəcə gedib, oturub evdə durub təzən gəlib bizə. 2 qayda ilə bu sualı işləmək olar. Birincisi, biz izah eləmişik ki, yəni, özdə belə də çəkmişdim şəkili. Dedik ki, ay Qafar, bax, düzbucaqlı üçbucağın düzbucaq təpəsindən hipotenuza hündürlük çəkəndə hipotenuz 2 hissəyə ayrılır. Bu hissələrə katetlərin hipotenuz üzərindəki proyeksiyaları deyilir. Tutaq ki, bizim katetlər AB-dir, bu proyeksiyalar da M-dən N-dir. Müxtəlif qaydalar yazdıq. Birinci qayda, hündürlüyün kvadratı proyeksiyaların hasilinə bərabərdir.
İkinci qayda. Hər bir katetin kvadratı onun proyeksiyası ilə hipotenuzun hasilini. Bunu da belə də yazdım. M üstəgəl n. Hipotenuz M ilə N'in cəmidir o C'nin. C, AH-la BH-ın cəmini göstərir. Bunu B kateti üçün nə demək olar? B katetinin kvadratı B'nin proyeksiyası n olduğu üçün n vur C və yaxud n vurulsun M üstəgəl n. Bu qaydaları öyrənməliydin ki, sən bu şəkilə baxanda görəsən. Birbaşa düsturuna yaza bilərdin. Bura 13 elədiyi üçün AB'nin yəni AB katettir. Kvadratı AB'nin proyeksiyası olan BH vur hipotenuz. Yəni BC. AB'nin kvadratı AB'nin proyeksiyası olan BH vur BC. Yəni belə desək 4 vurulsun 13. Edir 52. 52 də elə 2 kök altı 13'dən, o zaman 4 vur 13'dən tapmışam. Bu bunun birinci yolu. Ola bilər ki, bunu öyrənməmişsən. Ki, öyrənməliydin. İkinci yol, hündürlüyü tapıb Pifagor eləyərdin. Sən bilməliydin ki, hündürlüyün kvadratı 4 ilə 9'un hasili, yəni 36, hündürlüyü 6'dır. Sonra da bu düzbucaqlı üçbucağın katetlərini bildiyimiz üçün yazardıq ki, x'in kvadratı bərabər 4'ün kvadratı gəl 6'nın kvadratı. 16 plus 36, 52, x də kök altı 52, yəni 2 kök altı 13. Bu da ikinci həll yolu. Hansı aydın deyil, niyə aydın deyil? Evdə nəyi bilməmişdin? Videoda bunların izahı yox idi. Qayda vərəqində yoxdur bu. Kitabda yoxdur bu. Və sən beynində yoxdur. Nə iş görürsən ki, evdə bunları öyrənmirsən? Qəzet verməyəm şey, kitab qəzet zat deyil, oxuyursan, bir dəfə oxuyub keçirsən üstə. Bunları əzbərləmək lazımdır. Həndəsə düsturlardan keçir. Qaydalardan keçir. Riyaziyyat deyil, 2 ilə 5 toplayım, qoyun bura, vəssalam deyim ki, budur. Sonra 89 deyirdin sən. 89 və 90. Qoy bir dənə 90 deyəcəm. Deyir, bərabər yalnız bucağın hipotenuzu 8 olarsa katerini tap. Bax, hayvalar. Müxtəlif cür izah eləyə bilər. Birincisi, bərabər yanlı düzbucaqlı üçbucaq xüsusi düzbucaqlı üçbucaq sayılır. Onun katetləri A olarsa, hipotenuzu A kök altı 2 olur. Və sənə deyir ki, bunun hipotenuzu 8'dir. Deməli, sən A-nı tapmaq üçün, yəni kateti 8'i kökə bölməlisən. Ümidvaram ki, irrasionaldan azad etmək barədə məlumatın var. Sürət və məxrəci köküyə vurursan qoşmasına. Edir 8 kök 2 bölü 2, yəni 4 kök 2. Bu bir. İkincisi, tutaq ki, heç bunu bilmirsən. Pifagor teoremi bilirsən də, bilirsən ki, katetlərin kvadratlarının cəmi hipotenuzun kvadratı. Və katetlərin də bərabər yanlı üçbucaq olduğu üçün bir-birinə bərabər olduğunu bilirsən. Lap A yazmırsan, X yaz. X kvadratı üstəgəl X kvadratı 8'in kvadratı. 2x'in kvadratı 64'dürsə, 64'ü böldün 2'yə 32, x də kök altı 32. 32, 16 vur 2 olduğu üçün cavab edir 4 kök altı 2. Məsələn, yəni bunu tapırsan, səhv olacaq. Bu tapdığından əmin olandan sonra ki, nə tapmısan, necə səhv ola bilər? Yəni, sən əminsən ki, burada Pifagor eləyib tutaq ki, tapmısan. Bu necə səhv olmalıdır ki? Bəli, şahid, eşidirəm. Amma ömrü boyu hipotenuzla katet bir-birinə bərabər ola bilməz. 89. Deməli, maraqlı bir sualdır. Xüsusi düzbucaqlı üçbucaqlardan istifadə edərək həll ediləcək bir sualdır. Sadəcə şagirddən bir balaca yaradıcılıq tələb olunacaq. Bax, ABC üçbucağında A bucağı 45 dərəcədir, C bucağı 30 dərəcədir. Özləri də köməkli ediblər bizə AH BC-yə perpendikulyardır deyiblər. Və veriblər ki, AH kök altda 3'dür. Nəyi tap? BC-ni tap. Bax, hayvalar. ABH üçbucağının bir iti bucağı 45 olduğu üçün o birisi 45 olur. Olur bərabər yanlı düzbucaqlı üçbucaq. Yəni kök 3. Bu bir üçbucaqdansa 30'un qabağına
kök 3 yazdıqları üçün 60-ın qabağında kök 3-ün kök 3 misli dayanır. Yəni A-nın kök 3 misli. İndi bura qədər 3, bura qədər kök 3-dürsə bu nə olur? Kök 3 plus 3, yəni 3 plus kök 3. Məsələn, aydın oldu. Yəni əslində hər şeyi ortaya qoyublar. Sadəcə bu şəklin içində biz 2 dənə xüsusi düzbucaqlı üçbucağı görüb həll etməliyik. Aydın olur sən mənə deyilənlər. Nədir sənin çətinliklərin? Burada qalmadı deyəsən. Keçək, demək, qeyd elə, gözləyirəm. Buyurun. 72'ye qədər sualı olan. Sual zaten yoktu. 64. Tərəflər verilmiş üçbucaqlardan hansı düzbucaqlı üçbucaqdır? Bax, ay bala. Üçbucağın düzbucaqlı üçbucaq ola bilməsi üçün Pifaqor teoremini ödəməlidir. Sənin də mənim verdiyim qayda vərəqindən xəbərin var. Nə də burada danışılanlardan. Sən o qayda vərəqini oxumuş olsaydın, birinci səhifədə yazılıb. Tərəfləri ABC olan üçbucaqda ən böyük tərəfin C olduğunu nəzərə alsaq, çünki betonun ən böyük tərəfi olur onsuz da. Bax, Pifaqor teoremidir. C-nin kvadratı A ilə B-nin kvadratlarının cəminə bərabər olsa, bu düzbucaqlı üçbucaqdır. Yəni, ümumiyyətlə. İndi, bu özdə 8-ci sinif dərsində olan suallardandır. Nə yazmışsan 64-də? C. Gəl baxaq. Görək 12-nin kvadratı ilə 15-in kvadratını toplayanda 17-nin kvadratı edərmi? 12-nin kvadratı 144, 15-in kvadratı 225. Topladıqda 369 edir. Bu 17-nin kvadratı deyil. Deməli, C bəndi bir düzbucaqlı üçbucaq deyil. Cavab D-dir. Niyə? Çünki mən 9-un kvadratı ilə 12-nin kvadratını topladıqda 225 alıram. Bu da 15-in kvadratıdır. Yəni, əgər üçbucağın ən böyük tərəfi digər ikisinin kvadratlarının cəminə bərabərdirsə, bu üçbucaq düzbucaqlı üçbucaqdır. Yəni, cavab olur D bəndi. 55. Bax, görək nədir? Maraqlı bir sualdır. Üçbucağın xarici bucağının xassəsini bilirsən də, yəqin ki. Mən dedim xarici bucağın cəmlisi dərəcədir, yoxsa dedim xarici bucağın xassəsi. Nədir xarici bucağın xassəsi? Özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Buna üçbucağın xarici bucağının xassəsi deyirlər. Bura 65-dirsə, bunun qonşusu neçə dərəcədir? Oldu 115. Bu x yazılan yer, bu üçbucaq üçün xarici bucaq sayılır. Onda bu x, burada tutaq ki, bilmirəm, nədir? Alfadır. X 115 ilə alfanın cəminə bərabər olmalıdır. Düzdür? Alfa da 0 ola bilməz də, bir bucaqdır orada. Şəkildən də ən azı 2 bucaqdır. ISO. Yəni, burada deyir, hansı ola bilməz? 105. Onun 105 olması üçün gərək alfa mənfi 10 dərəcə olsun. Aydın oldu. Bir balaca da başınızı işlətməlisiniz. Sonra 56. Burada x-i xarici bucaqdır. Y ilə z. Xeyr, x daxili bucaqdır. Xarici bucaq daxili bucağın qonşusudur. Orada x gör hara düşür. X buradadırsa daxildədir. Xarici deyil. 360 yapsan. Amma orada məsələ odur ki, x xarici bucaq deyil. Olur. Bəli. Biz də onu demək istəyirik ki, o elə daxili bucağı göstərir. Onda sən oradakı xarici bucağı tapırsan 109. Düzdür? Amma y ilə z, bəli, y və z xarici bucaqdır. Sən başa düşürsən ki, y-in, z-in və 109-un cəmi 360 eləməlidir. Onda y ilə z-i tapmaq üçün bir yerdə 360-dan 109-u çıxaraq 251 dərəcə alırsan. Yaza bilərsən.
Keçiddən o tərəfə yenə iniş olacaq. Yaza bilərsən. Bəli. Aferin sizlərə. Nə deyirdiniz? Bir də deyin zəhmət olmasa. 71 üstəgəl Y Z bərabərdir 180. 180'in birini apardım. Ondan sonra o tərəfə keçəndə gedəcək. Düzdürmü? 71, 180 burada qaldı. Y-lə də Z o tərəfə keçdi. Toplayanda neçə eləyir? 251. Qafa elə birdən-birə baxırsan ki, yəni gözləyir ki 109 çıxsın. Bilmirəm nə baş verib orada. Bəlkə də 180'in biri yoxdur. Nə bilim, çıxım olub aralarında. Nə baş veribsə orada. Bəli. Fərq yoxdur. Yəni, belə də yazsaz, elə də yazsaz sual alınacaq. Buyurun. 60 neçə deyən 65. Deməli, biz başa düşürük ki, hündürlük qarşı tərəfə perpendikulyar olduğu üçün düzbucaqlı üçbucaqlar ayırır. Düzdürmü? Yəni, bax, bu bura perpendikulyardır. A1. Bu bura perpendikulyardır. C1. Müxtəlif cür bu sualı işləmək olar. Sənə deyir ki, bax, bura 65'dir. Biz hara gəlməliyik? Bura çıxmalıyıq. Birinci, fikrini yönəldirsən, bax, bu düzbucaqlı üçbucaqdır. Yəni, bura 90-sa, qonşusu da 90-sa, onu avtomatik bilirik. Düzbucaqlı üçbucaqların cəmi neçə dərəcədir? 90. Bu, bura nə olur? 25. Bu da düzbucaqlı üçbucaqdır. Bura neçə olur? Bu da onun qonşusu olduğu üçün neçə olur? 115. Daha da getdi. Hündürlüyü görəndə düzbucaqlı üçbucağı görmək lazımdır. Bir yerdəki hündürlük çəkilib, deməli düzbucaqlı üçbucaq alınıbdır. Buyurun, deyəsən 56. İzah elədim də 65 indi cənə. Hə. Bir dəqiqə deyənlər. Ayşən, bəs mən elə 65 bizə də yazsın 56'nı. Hə. Başa düşdüm. Üstə nə yazmışdın ki? Ay bala, siz niyə oxuduğunuzu düz başa düşmürsünüz? O qayda güvəndə var. O nə haqqında? Tənbölənlər kəsişərsə tənbölənlərin arasında. Bunlar tənböləndir yoxsa hündürlükdür? Niyə oxuduğunuza baxmırsınız ki, siz nə oxuyursunuz? Düstura baxmaq lazım deyil. O düsturda nələr verib sənə? O baxdığın şəkil güvənin kitabında yazılıb ki, tənbölənlər arasında qalan bucaq. Elə şəkilə baxanda görürsən, 90 dərəcəni görürsən, bilirsən ki, hündürlükdür. Şəkildən baxanda hündürlüyü perpendikulyarlıqdan görürlər. Heç ora söz yazmasa da, o şəkildəki A1 ilə C1'in hündürlük olduğunu məsələnin şəklindən sən anlamalısan. Çünki hündürlük təpə nöqtədən qarşı tərəfə endirilmiş perpendikulyardır və düzbucaq işarəsi də o perpendikulyarlığın riyazi simvoludur. 60'a deyirdiniz? Bəli, bala, güvəndə də bayaq var idi. Pifagor teoremidir. Bunun hipotenuzu A üstəgəl 2'dir. Bərabər olmalıdır katetlərin kvadratlarının cəmi. Bir dənə müxtəsarı bilirsən ki, birincinin kvadratı, birinci, ikinci hasilin 2 misli və ikincinin kvadratı. 68. A kvadratları islah gedir. Çünki yan yana gələndə biri müsbət, biri mənfidir. 4A bərabərdir 36 minus 4, yəni 32. A bərabər 8. Səndən də A-nı tap deyirdi. Sonra 71. Sən məyaların bundan nəsə deyirdin mənə deyəsən. O iki paraleli var. Bu öyrəndiyimiz qaydalar öz qüvvəsindədir. Bəli, iki paraleli, üçüncü düzqətlə kəsdikdə, bir tərəfli bucaq, çarpaz bucaq, bunlar hamısı öz yerindədir. Bax, bura Y-dir. Bura Z-dir, bura X-dir. Sən başa düşməlisən ki, bura Y-dirsə, bura da Y-dir. Niyə? Uyğun bucaqlardır. Sonra bu üç bucağa baxıb, deməlisən ki, üçbucağın xarici bucağı, yəni X, ona qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. Düzdürmü? Onda sənə deyir buradan Y-i
ifadə elə. Buradan y nəyə bərabərdir? Məhsul toplamını tapmaq üçün cəmdən məlum toplamını çıxmalıdır. Yəni y bərabərdir x minus z. Vəssalam. Aydın oldu? Sonra 72. Maraqlı bir sualdır. Düzbucaqlı üçbucaqda proyeksiya, hündürlük arasındakı münasibətləri bilmək lazımdır. A, B, C, H. Sənə deyir, bura 6'dır, bura 10'dur. Birinci, Fagordan istifadə edib hündürlüyü tapırsan. Deməli, bilirsən ki, BC-nin kvadratı bərabər olmalıdır 6'nın kvadratı ilə 10'un kvadratlarının cəminə. Yəni 136'ya. BC nə olacaq? Kök altı 136. 136 deməli 4 vur 29 olduğu üçün 2 kök altı 29 yazacaq bura. Aydın da elədiyim. İndi mən BH-ı və AH-ı bilməliyəm. BH AB katetinin proyeksiyasıdır. Və qayda var ki, hər bir katetin kvadratı həmin katetin proyeksiyası vur hipotenuz. Deməli 6'nın kvadratı 36 bərabərdir. BH vurulsun 2 kök altı 29. Ədədlər biraz irrasionaldır olsun, deyə bilərik. Deməli biz 36'nı bölməliyik 2 kök altı 29'a. 36'nı 2 kök altı 29'a bölməlisən. Eləyir 18 bölünsün kök 29. Düzdür mü? Bu burada qalsın. Bəs mən AH-ı hardan tapacağım? AH hipotenuza çəkilən hündürlükdür. Hipotenuza çəkilən hündürlüyü tapmaq üçün A vur B böl C. Katetləri vurub bölürəm hipotenuza. Oradan da ixtisar edirəm 30 böl kök 29 qalır. Yəni bununla bunu apardım 30 böl kök 29. Artıq mənim əlimdə AH da var, BH da var. Və necə tapıldıqları aydın oldu da talib. Aha. İndi məndən nə istəyirdi? AH-ı BH-a bölməyimi. AH böl BH. AH yəni kök 30 böl 29, BH 18 bölünsün kök 29. Bəli, kök 29'lar gedəcək. 30 ilə də 18'i maksimum 6'ya apara bilərik. Qalar 5 böl 3. Bir balaca ətraflı həll tələb edən sualdır. Yəni, hə? Başqa yolla necə yazmışsan? Hə, de. Aha. Aha, olar. İxtisar getdi, qaldı 9'dan 25. Aha, olsun. BH oldu 36K, HC de 100K. Emin. Yok, H bərabərdir. H'ın kvadratı emindir, həm düsturdur. Hə, hə. Düzdür. Qoy nə dediyimi izah edeyim, bunları da başa düşsün. Yəni mənim dediyim ən azından bunları taparaq eləməkdir. Bəli, o yolda eləmək olar və doğrudur. Bunun üçün də düsturları və o düsturlardan çıxan nəticələri bilmək lazımdır. Bax, biz dedik ki, tutaq ki, bayaq da yenə misalda istifadə elədim. Bura A'dır, bura B'dir, bura M'dir, bura N'dir, bu C'dir, bu H'dır. Müəyyən qaydalar dedik. Biz dedik ki, A'nın kvadratı M vur C'dir. B'nin kvadratı da N vur C'dir. Düzdürmü? Bunları tərəf-tərəfə böləndə alınır ki, A kvadratı bölünsün B kvadratı M böl N'dir. Çünki C'lər ixtisar gedir böləndə. Tərəf-tərəfə bölmək olur ki, sol tərəfi sola bölüb yazsan, sağ tərəfi sağa. Yəni, bunları və bunları böldüm. Bunları bir-birinə böləndə sayılar getdiyi üçün M böl N qaldı. Qayda vərəqində də var. Yəni, proyeksiyaların nisbəti katetlərin kvadratlarının nisbətidir. İndi bizim əlimizdə katetlər var. 6 ilə 10. Deməli, biz buradan başa düşə bilərik ki, M-in N-ə olan nisbəti 6'nın kvadratı böl 10'un kvadratı. Yəni, 36 böl 100 olduğu üçün onu da 4'ə apara bildiyim üçün 9'un 25'ə. 9'un 25'ə nisbətdən, 9'un 25'ə nisbətdən. Bura yazıram 9K, bura yazıram 25K. H-da tapıram ki, H-ın kvadratı M-nə bərabər deyildi.
Yəni 9K vur 25K neçə edir? 225K kvadratı. Onda H nə olur? 15K olur. İndi bizdən AH-ın, yəni 15K-nın BH-a, 9K-ya. K-lar gedir, 15 ilə də 9-u 3 aparırıq, qalır 5-in 3-ə. Yəni heç tərəflərin uzunluqlarını tapmadıq. Nisbətdən istifadə elədik. Olar. Sonra 87 76 Bəli. Üçbucağın daxili bucaqlarının tətbiqi ilə bağlı olan bir sualdır. A, B, C, M, D, N. Baxın, A bucağı 30 dərəcədir. C bucağı 80 dərəcədir. C bucağı 80'dir. MD'nin bucağı 130'dur. Biz bu 130'dan buranı 50 tapdıq. Biz hara doğru getməliyik? A bucağına doğru, yox B'yə. Bura gedirik. Buranı tapdım 50. Buranı 50 tapanda buranı tapıram 80. Xarici bucağla belə də uzada bilərdim. Bura 100'lü, qonşusu 80'dir. Sonra da sual kim vermişdi? Siz. Dedim Mehmet sual verip gelir. 80, 80. Onda bura neçə qaldı? 20. Bəli. Yox, bax. MD'ni 130 verib. MD'ni 130 veribsə, bura da 50'dir onsuz da, bura da 50. Burası da mənə... Nə? Yuxarısı. Hə. Ora sənə sərf eləməyəcək. Oranı 50 tap neyniyərsən? Sən bu bir üç bucağa yönəlməlisən ki, 50, 30. Elədi 80. 80 ise bura oldu 100. Eni 70 tapmışdım. Olar. Yaxşı. Ben sana başa düşdüm. Elə də eləmək olarmış. 130'un boyuncusu 50. Belə getmiyorlar. Bura 30, bura 80. 110 elədiyi üçün bura 70. 70'in də boyuncusu 110 olduğu üçün gəlib bura çıxa bilərik. Bu nəsə düz oldu? Hə, 160, 20. Olar. Elə də olar. Xarici bucaq başına qonşu olmayan ki, daxili bucağın cəminə bərabər. Bəli. Bəli. Onu da eləyə bilərik. Sonra 77 o düz bucaqlı bucaq olduğu üçün daha rahatdır. Sonra 82 bəli. 30-60 dərəcə münasibətlərini bilərək bu sualı rahatlıqla işləmək olar. Bax, bura 30'dur. Bura 60'dır. Bizə nə deyir? AD'nin DS'yə. Hə, bu da tənböləliymiş. Tənböləndirsə, ora 60 olanda buralara düşdü 30-30. Yəni C 30 idiysə, B bütöv 60 idi. Tənbölən də bunu yarı böldü 30-30. İndi biz burada müxtəlif cür işləyə bilərik. Biz başa düşürük ki, böyük üçbucaqdan fikrimizi verək. Bax, böyük üçbucaqdan. 30'un qabağındakına, yəni bura A desəm, bura 2A'dır. Sonra da BD tənbölən olduğu üçün, BD tənbölən olduğu üçün, AD'nin DS'yə olan nisbəti AB'nin BS'yə olan nisbətə bərabərdir. Yəni A'nın 2A'ya etdi 2'də 1. Ən rahat yolu bu olacaq. Daha fərqli uzun yollar yazmaq olar, amma bundan rahatını yazmaq olmaz. Sonra 83 də bundandır, bəli. Orada 2 olacaq, çünki DS'nin AD'yə istəyibdir. 2A'nın A'ya olacaq, ona görə o sualın cavabı 2 edir. Yəni, eyni məsələni tərs tərəfdə soruşur. 86 86 Üçbucağın xarici bucağı özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabərdir. İstifadə eləmək olar və yaxud da ki, daxili bucaqlarla da getmək olar. Belə ki,
Bu düzbucaq işarəsidir. Burada 90'dır, burada alfadır. Burada 4 alfa ve 39'dur. Bax, bu bucaq xarici bucaqdır. Bu xarici bucaq 90 plus alfadır. 90 plus alfa ona qonşu olmayan 4 alfa ile 39'un cəminə bərabərdir. Keçirdirik bu tərəfə, alfanı atırıq bu tərəfə. 51 bərabər 3 alfa, alfa bərabər 17. İndi alfa 17'dirsə, bizdən buranı istəyir. O da 90'dan çıxaram 17'ni, qalar 73. Çünki burada düzbucaq işarəsi var. Aydın oldu mu? Sonra 87. Bax, bu misalı həll eləmək üçün biz artıq o dediyim qaydanı bilməliyik. Düzbucaqlı üçbucağın düzbucaq təpəsindən çəkilmiş median və tənbölən arasında qalan bucaq iti bucaqların fərqinin yarısına bərabərdir. Onda belə çıxır ki, iti bucaqların fərqi neçədir? 20. Bəs iti bucaqların cəmi neçədir? 90. Tərəf-tərəfə topladın 2 alfa bərabər 110, alfa bərabər 55. 90'dan da 55'i çıxdın, betdə oldu 35. Bax, bu sualı işləmək üçün artıq biz o qaydanı bilməliyik. Bunu şəkillə məkillə həll edə bilən deyilik. Sonra 89, 88. Bu 88-ci məsələyə keçən dəfə güvəndən baxmışıq. Bənzəri var idi. Bax, hayvana. Deyir ki, oturacağı AC olan bərabər yanlı ABC üçbucağında BD mediandır. Valla bu BD mediandırsa buranı yarı böldü. ABC'nin perimetrinə deyiblər 46, ABD'nin perimetrinə deyiblər 40 və bizdən BD'ni tapmağımızı istəyirlər. BD'ni. Mən bu bərabəryanlı olduğu üçün bunlara AA deyirəm. Kəsir olmasın deyənə bunların hərəsində B deyirəm ki, tərəfdə 2B olsun. Mediana da M deyirəm. Bala, perimetr üçbucağın tərəflərinin cəmidir. ABC'nin perimetri deyəndə biri A, o birisi A, bir də 2B. Yəni 2A üstə gəl 2B 46 edir. Yəni bu tərəfə 2B dedim ki, kəsirlər alınmasın. Hər tərəfi 2'yə böləndə A üstə gəl B neçə elədi? 23. Bu burada qalsın. İndi AB'nin perimetri deyəndə nə başa düşürsən? Daha sonra ABD'nin. A üstə gəl, B üstə gəl, M 40 eləməlidir. A ilə B'nin cəmi 23'dürsə, onda buradakı M neçədir? 17. M də mən BD'yə demişdim. Yəni sualın cavabı olur 17. Həndəsə məsələlərində şərtdir. Bu misal deyil. Burada artıq biz məsələni oxuyub, şəkli çəkib, şəkildə gördüklərimizə uyğun olaraq da həll edirik. 89 deyirsən. Bala, tərəfləri 15, 20 və 25 olan üçbucaq düzbucaqlı üçbucaqdır. Bax, Pifaqor ədədləri var. 3, 4, 5. Bunun istənilən misli. Məsələn, 2 mislini biz görürük. 6, 8, 10 olan. 3 mislini görürük. 9, 12, 15 olan. 4 mislini görürük. 12, 16, 20 olan. O yuxarıdakının misilləridir. 5 mislini görürük. 15, 20, 25 olan. Hansı ki, indi də biz bunu gördük. 15, 20, 25 düzbucaqlı üçbucağın tərəfləridir. Sonra başqa var. 5, 12, 13 var. Bunun da biz görürük 10, 24, 26 variantını görürük biz də. Çünki 3 misli və s. biraz böyük ədədlər olur deyən onları görmürük testlərdə. Sonra digəri var. Nəsə deyildi? 36 ilə. 9, 21, 29, yox, 20, 21, 29. Bu var. Bayaqlarında bir sualda gördük. Sonra 8, 17, 15 var. 15, 17 değil.
Bunların hiçbirinin misilləri deyil. Ayrı-ayrı ədədlərdir. Sonra biri də var 9, 40, 41. 8-ci sinif dərsliyinizdə bunlar var idi hamısı. Pifagor teoremi dərsində natural ədədlər olanlar bunlar 3, 4, 5, 5, 12, 13, 8, 15, 17, 20, 21, 29, 9, 40, 41. Bunlar az təsadüf edirik bunlara. Amma bu birisləri çox görürük qalanlarını. Yəni o birisləri tez-tez Pifagor teoremində natural ədədlər olan suallarda biz onları görürük. İndi burada da tərəfləri 15, 20, 25 olan üçbucaq düzbucaqlı üçbucaqdır. Üçbucaqda həmişə böyük tərəfə kiçik hündürlük çəkilir, kiçik tərəfə böyük hündürlük. Bu üçbucağın ən kiçik hündürlüyü onun hipotenuzda çəkiləcək hündürlüyüdür. Və düzbucaqlı üçbucaqda da hipotenuzda çəkilmiş hündürlük A vur B böl C düsturu ilə tapılır. Bunu 5'e ixtisar edirsən 3, 5. Bunu da 5'e ixtisar edirsən 4 və olur 12. Aydın oldu. Yəni bunun ən kiçik hündürlüyü 12'dir. Sonra bunun ən böyük hündürlüyü 20'de 20. O biri hündürlüyü də 15'dir. Çünki düzbucaqlı üçbucağın bayaq da izah elədik. İki hündürlüyü elə onun katetlərindən üst-üstə düşür. Yəni bunun bir hündürlüyü 20'dir, bir hündürlüyü 15'dir, üçüncü hipotenuza çəkilənin də 12'dir. 90 başqa şeydir. Olmağına elə olur. Amma niyə elə olur? Sənə deyib ki, deməyib düzbucaqlı üçbucaq, deyib. Aha, deməyib. Amma bir söz deyib. Deyib ki, üçbucağın iki bucağının cəmi üçüncü bucağına bərabərdir. Üçbucağın iki dənə bucağının cəmi üçüncü bucağına bərabərdir. Bəlkə 20 ilə 70'dir. Yəni yekun etibarilə düzbucaqlı üçbucaqdır. Çünki üçbucağın üç dənə bucağının cəmi 180 eləməlidir. Əgər bu ikisinin cəmi üçüncüyə bərabərdirsə, buradan belə çıxır ki, qamma 90'dır. Yəni bir bucaq 90'dır. O birisləri deyə bilmərəm. Bəlkə 10'dan 80'dir, bəlkə 15'dən 65'dir. Aydın, daşı 75'dir. Sadəcə o cümlə bəhs edir ki, bir bucaq digər iki bucağın cəminə bərabərdirsə, bu düzbucaqlı üçbucaqdır. Və sənə deyir ki, kiçik tərəf x-dir. Biz də bilirik ki, onda hipotenuzda 13'dür. Bəli, Pifagor teoremi edərək tapırıq ki, x 5'dir. Və bizdən də x istəyir. Düzbucaqlı üçbucaq olduğunu biləndən sonra tapmaq olardı, amma Pifagoru yazmaq lazımdır. Ətraflı həll tələb olunan sualda birbaşa 5 yazsan şəklin üstünə və s. 0 baldır. O balaca Pifagor teoremini orada yazıb göstərməlisən ki, mən bunu bilirəm, tapmışam. Sonra 95 gəlirəm 92'ni deyim. 92'də deyir ki, düzbucaqlı üçbucağın katetlərindən biri digərindən 3 cm böyük, hipotenuzdan da 3 cm kiçikdir. Baxayım buna. Katetlərdən biri o biri katetdən 3 cm böyüdürsə, o biri katet bundan 3 cm kiçikdir. Hipotenuzdan 3 cm kiçikdirsə, hipotenuz bundan 3 cm böyüdür. Və sonra Pifagor teoremi katetlərin kvadratlarının cəmi hipotenuzun kvadratıdır. X kvadratı üstə gəl. X kvadratı minus 6x üstə gəl 9. X kvadratı üstə gəl 6x üstə gəl 9. Burada olur. Niyə olmur ki? Olar. Mən səhv deyil. Hə. Bəli, bəyəfəndi. Bu katet bundan 3 cm kiçikdir hipotenuzdan. Kiçikdir. Bu katetdən 3 cm böyükdür. Problem nədir? Deyir ki, düzbucaqlı üçbucağın bir kateti digərindən hipotenuzdan 3 cm kiçik demir. Deyir ki, bir katet o biri katetdən 3 cm böyükdür. Bu hipotenuzdan 3 cm kiçikdir.
Yəni sən məsələn kimdənsə böyüksən, kimdənsə kiçiksən. Söhbət səndən gedir. Aydınmı? İndi buradan x kvadratın biri getdi. 9'lar da islah getdi. Çünki hər tərəfdə ikisi də müsbət idisə, yan-yana gələndə, yəni bir tərəfə keçəndə biri mənfi, biri müsbət olacaq. Qaldı x kvadratı minus 12x bərabər 0. Bunu həll eləmək üçün x-i mötərizə xaricinə çıxardırıq. Hasilin 0-a bərabər olması şərtinə görə qruplardan heç olmazsa biri 0 olmalıdır. Deməli, x 12'dir. Yəni, bizim adı çəkilən katetimiz 12'dir. Digər katetimiz 12'dən 3 çıxdığımız üçün 9'dur. Hipotenuzumuz da 15'dir. Perimetrdə bunların cəmi olaraq 36 eləyəcək. Bəli. 27 oradan çıxdı. Bu tənliyi yazmısan, amma 27 çıxıb ortaya. Sən bunu yazmazsan. Bundan 27 çıxmır. 27 Məhəmmədin dediyi kimi yazsan çıxar. X-in kvadratı üstə gəl 12, üstə gəl 36. X üstə gəl 6-nın kvadratını belə yazmışam. Və sən onu yazmamısan. O birisi Məhəmmədin yazdığını demişsən. Məhəmmədin dediyi kimi x üstə gəl 3 və x üstə gəl 6. X kvadratı üstə gəl 6x üstə gəl 9. X kvadrat üstə gəl 12x plus 36 Məhəmməd. X kvadratları getdi. X kvadratı 12x'i bu tərəfə keçirdəndə qaldı mənfi 6x. 36'ını da bu tərəfə keçirdəndə oldu mənfi 27. Çünki bu kvadrat tənliyidir, sən də kvadrat tənliyi həll edə bilmirsən. Çox güman ki. Diskriminatla həll edirlər. Bilmirsən. Ona görə də getməyibdir. Yəni bu necə həll edə bilərik? Diskriminatı bilməklə ki, olar, qruplara ayırma da eləmək olar, tam kvadratda ayırmaq olar. Deməli, diskriminat b-nin kvadratı çıxılsın 4ac. B burada mənfi 6'dır. A 1'dir, C də mənfi 27'dir. Eləyir 36 üstə gəl 108, yəni 144. O da 12'nin kvadratı deməkdir. Onda bu tənliyin köklərindən biri 6 minus 12 bölünsün 2. Deyərsiniz bu hardan çıxır? Yəni kvadrat tənliyi bilmədiyiniz üçün sizin üçün burada mənim danışdıqlarım bu dəqiqə faciədir. Deməli, mənfi 6 minus kök altda 144 bölünsün 2a. Yəni eləyir 6 çıx 12 bölü 2. Bu mənfi 3'dür. İkincisi isə mənfi b plus kök d bölü 2a olduğu üçün mənfi 6 üstə gəl kök altda 144 bölü 2. Yəni 6 üstə gəl 12 bölü 2 elədi 9. Yəni biri mənfi 3'dür, biri 9. Tərəf mənfi 3 olmaz. Deməli, sizin x dediyiniz oldu 9. X üstə gəl 3 dediyiniz 12 oldu. X üstə gəl 6 dediyinizdə 15 oldu. Yəni yenə də 9, 12, 15'i gördük bayaqki kimi. Sadəcə mənim dediyim kimi olanda tamam kvadrat tənliyi alındı. Qruplara ayırmaq kifayət etdi. Sizin dediyinizi yazanda isə kvadrat tənliyi alındı. Onu da əslində bilməlisiniz keçən ildən. Nəyə başa düşmədim qapı? Sonra aydın oldu bu sual. Yəni sən də kvadrat tənlikdə ilişib qalmışdın. Sən də burada ilişib qalmışdın. Deyirdin alınmı? Ben eylemiştin. Üstün toplamıştın. Neyse. Neçə deyirdiniz? 95. Bərabərlik 3 bucaqda oturacağa bitişik bucaqların bərabər olduğunu bilirik. Düzdür mü Əli? Bəli. Bax. 3 bucaq ADC bərabər yanlı 3 bucaqdır. Onun oturacağı AD olduğu üçün bu şəkildə göstərdiyim bucaqlar, yəni DAC və ADC bir-birinə bərabərdir.
O bucağı tapmaq üçün biz 180-dən 46-nı çıxıb aldığımız cavabı da 2-yə bölməliyik. 180-dən 46-nı çıxanda qaldı 134. Böldük 2-yə də etdi 67. Bunlar oldu 67, 67. Razıdırmı bununla? Sən hara gəlməlisən? B bucağına. Sənin 2 yolun var. Ən rahatı nədir? Bu 3 bucaqdakı xarici bucağın 27 ilə nəyin cəminə bərabər olduğunu görmək 40-ın. Başa nə etdiyimi? Yəni bu göy rənglə işarələdiyim 3 bucağın bu 67 xarici bucağı sayılır. O bu B ilə 27-nin cəminə bərabər olmalıdır xarici bucağın xassəsinə görə. Deməli bizim x yazdığımız olur 40 dərəcə. Ya da uzada bilərsən. 67-nin qoyunusunu taparsan, oradan eləyərsən. Və yaxud toplayarsan A bucağını taparsan ki 94'dür. Bu da 46'dır. Toplayanda 94 ilə 46'nı eləyər 140. Böyük 3 bucağından danışıram deyə bu da olar 40. Aydın oldu mu? Sualın kilit nöqtəsi bərabər yanlı 3 bucağın oturacağına bitişik bucaqların bərabər olduğunu görməkdir. 96. Deməli, 96-cı sualda bir balaca bizdən yaratıcılıq tələb edirlər. Yəni, həndəsə məsələlərində bəzən şagirdin də nəsə eləyə bilməsi lazımdır şəklə. Baxın, şərtə görə AD kök altda 73'dür. CD 5'dir. BC 2AB'yə bərabərdir. Yəni, mən AB'yə x desəm, BC 2x'dir. İndi bu nə şəkildir ki, biz bundan nəsə eləyək? Bəli, biz BD-ni birləşdirməklə 2 dənə düzbucaqlı 3 bucaq alırıq. Və bu, hər ikisində ortaq tərəfdir. Bax, biz 3 bucaq ABD-dən Pifagor teoreminə görə yaza bilərik ki, BD-nin kvadratı x-in kvadratı ilə kök altda 73'ün kvadratıdır. O birisi düz bucaqlı 3 bucaq olan BCD-dən yaza bilərik ki, BD-nin kvadratı 2x-in kvadratı ilə 5'in kvadratıdır. Düzdürmü? Yəni, bunu yaza bilərik də Pifagor teoremi. İndi onları bərabərləşdirirəm. Çünki BD ikisində də var. Yazıram x kvadratı üstə gəl 73 bərabərdir 4x kvadratı üstə gəl 25. Keçirdim bu tərəfə. Mənfi 3x kvadratı 25'dən də çıxdım 73'ü mənfi 48. Böldüm mənfi 3'ə 16 x də oldu 4. Bizdən də x-i yəni AB-ni istəmişdi. Bir balaca digərlərindən fərqli olan sualdır. Buyurun. 97. Bəli. Bunu şagird bayaqlarım dedim başa düşməlidir ki, düzbucaqlı 3 bucağın əli 2 hündürlüyü elə onun katetlərinin üzərində olur. 2 dənə hündürlük katetlərin özünə bərabərdir. Yəni, əgər bunun bir kateti 9, biri 12'dirsə, bax, bu 3 bucağın 3 dənə hündürlüyü var. Biri SH-dır, biri AC katetidir, BC-yə çəkilən hündürlükdür. 62-ci sualda bayaqlarını müzakirə edirik düzbucaqda. Biri də BC-dir. Yəni, katetlərin x-i elə hündürlük sayılır. Aydınlar nə deyirəm? Qalır hipotenuzda çəkilən hündürlüyü tapmaq. Bunun üçün biz ilk öncə hipotenuzun özünü hesablamalıyıq. Yəni, AB-nin kvadratı 9'un kvadratı üstə gəl 12'nin kvadratından 81 üstə gəl 144, 225 eləyir. Yəni, AB 15'dir. Sonra da deyirik ki, hipotenuzda çəkilən hündürlük katetlərinin hasili A vur B böl C'yə bərabərdir. Bunları 3'ə aparaq. 36'nı da 5'ə böləndə 7 onda 2. Deməli, bax, bu 3 bucağın 3 dənə hündürlüyünün biri 9'dur, biri 12'dir, biri də 7 onda 2'dir. İndi sənə deyir ki, ən böyük və ən kiçik hündürlüyün fərqi. Ən böyük 12'dir, ən kiçik də 7 onda 2'dir. Bunların fərqi neçə eləyər? 4 onda 8 eləyər. Aydın oldu, əli. Sonra
Bax ay bala, üçbucağın xarici bucaqlarının cəmi üçbucağın xarici bucaqlarının cəmi üçbucağın xarici bucaqlarının cəmi çox fikirləşərsən. Şahin, məsələn, bu cümlə deyirsə qutardı. Üçbucağın xarici bucaqlarının cəmi 360 dərəcədir. Bu şəkildə alfa üstəgəl 50 də xarici bucaqdır, alfa minus 50 də xarici bucaqdır, amma 30 daxili bucaqdır. O 30 olan təpədəki xarici bucaq neçədir səncə? Neçədir oradakı xarici bucağımız? 150. Deməli, bunların üzərinə o 150-ni də əlavə eləsən, cəmləri 360 olarmış. 50-nin biri mənfi, biri müsbət getdilər. 2 alfa bərabərdir. 360 çıx 150, yəni 210. Alfa da bərabər 105. Deyəcək alfanı tapın. O da olar, amma o daha qarışıq olacaq. Belə daha səmərəlidir. Sonra 100 neçə deyirdi? 5 deyirsən. 3 var, 5 var. 103. Maraqlı bir sualdır. Birinci bir şey izah edeyim. Bu sizə sonraki mövzularda da lazım olacaq. Baxın, iki paralel düz xətt arasında qalan məsafə dedikdə siz nə başa düşməlisiniz? Bax, bu iki dənə düz xətt bir-birinə paraleldir. Bu düz xəttlər arasında qalan məsafə deyəndə nə anlayırsınız? Güzel. Bu əyri xətti. Elə danışaq ki, hamı başa düşsün. Onların hər ikisinə perpendikular olan parçanın uzunluğu aysa. Yəni, onların biri üzərində götürülmüş nöqtədən o birisinə endirilən perpendikuların uzunluğu. Bunu burada çəkdim. Və yaxud burada çəkdim. Və yaxud nöqtəni buradan götürüb ora çəkdim. Fərqi var bunların uzunluqlarının. Hamısı eyni boydadır. Düzdürmü? Bax, bunu dərk eləməlisiniz birinci. Yəni, iki paralel düz xətt arasında qalan məsafə dedikdə, onların biri üzərindəki nöqtədən digərinə endirilən perpendikulardır. Bu 103-də də bizə bunu bilmək lazım olacaq. Bax, belə bir şəkil veriblər bizə. A, B, C, D. Buranı verib 135, buranı verib 13, bu da 7. İndi, şərtlərə deyir ki, bu bura perpendikular çəkilibdir. Düzdür mü? Və onun uzunluğunu istəyir. Onun yerinə mən A-dan bura perpendikular çəksəm, bu çəkdiyim AY CD-yə bərabərdir yəqin ki. Mən AY-ni tapsam, CD-yi tapacam. İndi, bura 135 dərəcədirsə, bunun qonşusu neçədir? 45. Onda bu arada qalan bucaq neçədir? 45. Onda AY ilə B-yə bərabərdir. Mən oraya X deyirəm, burada X deyirəm. Bir-birinə bərabər olduqları üçün. Və fikrimi yönəldirəm AB yox, ASY düzbucaqlı üçbucağına. Üçbucaq ASY. Düzbucaqlı üçbucaq olduğu üçün hipotenuzun, yəni AC-nin kvadratı AY-nin kvadratı ilə YS-nin kvadratının cəminə bərabərdir. Burada YS-nin uzunluğu nə qədərdir? X plus 7-dir. Yəni, yazıram ki, 13-ün kvadratı bərabər, 13-ü sonra yazaram. Yazıram, X-in kvadratı üstə gəl, X plus 7-nin kvadratı bərabər 13-ün kvadratı. Yəni, Pifagor terimini yazdım. Aydında yəqin ki, yazılanlar. Və bunu həll etsək, məsələ həll olur, gedir. X kvadratı üstə gəl 14x üstə gəl 49 çıxılsın 169 sıfırdır. 2x kvadrat üstə gəl 14x minus 120 sıfırdır. Hər tərəfi x qalıb burada. Hər tərəfi 2-yə böldüm, gəldim belə bir kvadrat tənliyə çıxdım. Öz verir kitabda. Aydın oldu hər şey. Deməli, diskriminant, Viet teoremi bilirsən, Viet teoremi. Bilirsən Viet teoremi? Nə deyib Viet? Aha. Viet deyib ki, çevrilmiş kvadrat tənliyin
köklərinin cəmi əks işarə ilə götürülmüş ikinci ədəd əmsalına köklərin hasili sərbəst əddə bərabərdir. İndi o hansı iki ədəddir ki, vuranda -60, toplayanda 7 eləsin? 12 və -5. Deməli, köklərdən biri oldu 12. Xəbərin yoxdur bir yerdən? Hər tənlik üçün yox. Çevrilmiş kvadrat tənlik üçün səmərəlidir. X kvadratının əmsalı 1 olan tənliklərə çevrilmiş kvadrat tənlik deyirik. Bunda X kvadratının əmsalı 1. Fikirləşmək istəmirsən, eləmə. Amma birazdan avtomatlaşmalıdır. Viyeti də bilməlisən. Təbii ki, diskriminantla həll edə bilərsən onsuz da. İndi biz də X-i nə götürməliyik? 12. Biz də X-i tapdıq 12. Onda S-də nə oldu? 12. Sonra buyurun. 105 deyilmişdi. Uzunluğu 3,7 metr olan nərdivanın yuxarı ucu gövdəsi yerə perpendikülər olan ağaca. Yer. Ağac. Bax hələ. Nərdivanı söykədim ağaca. Ağac da yerə perpendikülərdir. Bu göydə nərdivandır. Nərdivanın uzunluğu 3,7 metrdir. Deyir ki, nərdivanın yuxarı ucu gövdəsi yerə perpendikülər olan ağaca söykənmişdir. Nərdivanın aşağı ucunun, buranın, ağacdan olan məsafəsi 1,2-dirsə, nərdivanın yuxarı ucunun yerdən olan məsafəsi nə qədərdir? Məsələn, şagird bu məsələdə deyilənləri anlayaraq bu sualın Pifaqor teoreminə aid olduğunu bilməlidir. X kvadratı üstə gəlinsin 1,44, o da 37-nin 37-yə vuranda. Muxtəsər eləyək deyirsiniz. 3,7 çıxılsın 1,2-nin kvadratını belə yazaq. 3,7 çıxılsın 1,2 vurulsun 3,7 üstə gəl 1,2. O da eləyir 2,5 vurulsun 4,9. O da 25 vur 0 %49 olduğu üçün 5 vurulsun 0,7 gəlib çıxacaq 3,5-ə. Yəni məsələnin həlli Pifaqorluq imiş. Sadəcə deyiləni riyazi dilə çevirib başa düşməliyik. Sonra buyurun. 108, 107. Kimdir 107 deyəm? Həli, üçbucağın bucaqları 1, 2, 3 nisbətindədir. Bu özü başlı-başına bir məsələdir. Üçbucağın bucaqları 1, 2, 3 nisbətindədirsə, deməli K, 2K, 3K yazırsan, üçbucağın daxil bucaqlarının cəmi 180 dərəcə olduğu üçün 6K bərabər 180, K bərabər 30. Yəni, üçbucağın bucaqları 30, 60 və 90-dır. Razısan? Birinci cümlədən bu çıxdı ortaya. Bir cümlədən. Yəni, biz başa düşdük ki, bizə əslində bir xüsusi düzbucaqlı üçbucaq veriblərmiş. Məsələn, davamını ona görə eləyək. Bu üçbucağın böyük və kiçik tərəfinin cəmi. Bu üçbucağa baxanda böyük tərəf hansı olur? Hipotenuz. Kiçiyin qabağında kiçik olur, böyüyün qabağında böyük olur. Bunun ən böyük tərəfi hipotenuzdur. Ən kiçik tərəfi də 30-un qabağındakidir. Razısan mıydı? Onda 30-un qabağındakına A desəm, hipotenuz 2A olar. Kiçik tərəf A, böyük tərəf 2A. Cəmi də neçədir? 6. Bəli, 3A'nın 6 olmasından A bərabər 2. A 2-dirsə, onda bura oldu 2. Bax bura. Bura oldu 4. Buranı da bilirik ki, 60-ın qabağında olsun 2 kök 3'dür. Onda perimetr 2, 4 və 2 kök 3. Kimsə bayaq 6 tapıb dayanmışdı. 6 üstə gəl 2 kök 3. Kimsə 6 yazmışdı. Aydın oldu. 108'imiz var hələ. Hündürlüyün, medianın, tən bölənin nə olduqlarını dərk eləməlisiniz. Yəni, quru-quru öyrənməməlisiniz.
Burada bu B bucağının tənbölənidir. SN də hündürlükdür. Yəni qarşı tərəfə endirilmiş perpendikulярdır. Şərtdə deyib, amma şəklin üzərində düz bucaq işarəsini qoymayıb. Siz onu qeyd eləməlisiniz, özünüz ki biləsiniz. İndi, əgər buradakı A bucağı 46 dərəcədirsə, bu B bucağı, yəni 3 bucağın ABC bucağı olan B bucağı neçə dərəcədir? 90 çıx 46-ya görə 44 dərəcədir. Tənbölən də onu yarı böldü. 22, 22. Düzdürmü? İndi nə istəyir? BOC-ni. Bax, buradakı bucağı. Müxtəlif cür izah eləyə bilərəm. Xarici bucağın xassəsini görən uşaqçın lap rahat. Bu üç bucaq üçün söhbət hansı üç bucaqdan gedir? BON-dən. Üç bucağın xarici bucağı özünə qonşu olmayan iki daxili bucağın cəminə bərabər. 90 ilə 22-ni topladım. Cavab 112. Bax, bu üç bucaq düz bucağıdır. Bir bucağı 90'dır, bir də 22 tapmışam. Bu xarici bucaq o ikisinin cəmidir. Ya da elə eləmək istəmirsiniz, o bir iti bucağı tapırsınız 68'dir. 180'dən 68'i çıxırsınız, deyirsiniz ki 112'dir. Amma xarici bucağın xassəsini biləndən sonra daha qısa yazırıq. De, sən buna başa düşmədin. Sonra 109 deyən bəndə. Bax, bala. Düzbucaqlı üç bucağının bucaqlarından biri 30 dərəcədirsə, o xüsusi düzbucaqlı üç bucaqdır. Yəni 30'un qabağındakı A'dır, hipotenuz 2A'dır, o biri katet A köküzdür. Sənə deyir ki, bunun katetlərinin fərqi budur. Burada yəqin ki, A kökütün A'dan böyük olduğunu başa düşürük də. A'nı çıxardıran mötərizə xaricinə. Köküt minus 1. 12 nə deməkdir? 2 köküt deməkdir. Oradan da 2'ni çıxartsam mötərizə xaricində nə olur? Köküt minus 1. Yəni A neçəymiş? 2. A2 hipotenuz neçə olur? 2 bölü 2, 4 olur. Sonra bugünlük sınavdan canımız qurtardı. Gələn dəfə suallar çoxalaraq gələcək. Mən də bilirəm. Sonraki sualınız. Yəqin ki 111 ilə 112 var idi. Ki Şahin bəy deyir ki, bu nə sualdır? Salıblar bura. Deməli, ay Şahin. Üçbucağın tənböləninin xassəsi. Üçbucağın tənböləni qarşısındakı tərəfi qalan iki tərəflə mütənasib bölür. Mən burada AD'nin DB olan nisbəti nəyin nəyə yazmalıyam? Neçənin neçə olur? 3'ün 8'ə. Onda buna 3K, buna 8K yaza bilərsən. Ay sağ ol. Sən də deyir ki, BD ilə AD'nin fərqi 3'dür. İndi səndə BD neçə oldu? 8K. AD neçə oldu? 3K. Çıxanda neçə oldu? 5K. K neçə oldu? 0.6. Düzdür. Nə istəyir səndən? AD'ni. 3'ü vurdun 0.6'ya. Neynədir? 1.8. Tənbölənin xassəsi ən vacib xassələrdən biridir. Qaldı kimsə sualı?